yelkənizdedir, ağ yelkənizdedir. Salam, hər vaxtınız xeyir olsun. Bəzən deyirlər ki, evladlara fərq qoyulurmu? Mən düşünürəm ki, evladlara fərq qoymaq olmaz. Deyir, barmağın 5-i də bir dağ, amma bir deyil. Görürsünüz, fərqlidir. Evladlar da fərqlidir mənim üçün. Amma qızım Aysun niyəsə mənim çox yaralı yenimdir. O mənim ilk evladımdır və mən ona mahnı da yazmışam. Məni ana edən qızım. İlk olaraq ana sevincini, ana hissini Aysun yaşadı. Onu çox sevirəm. Aysun da elə bir uşaqdır ki, o heç nəyi mənə açıb danışmır ki, heç nəyi. Onun ailəsində nə baş verdi, nə problemləri var, nə çətinlikləri var, nə oldu, nə nədir. Hələ mən bir dəfə onu mənimlə nə bilim, mama hansısa bir çətinlik var, mama hansısa bir şey olsun, heç vaxt görməmişəm. Mən Aysunla bir yerdə çox çətinliklər yaşamışam. Ona görə qızım mənə çox şeyləri danışmağa ehtiyat edir ki, mamama deməyim, mamam pis olar, mamam. Amma mənim gözəl qızım, sən bunu unutma ki, analar hər şeyi hiss edirlər. Sənin çətinliyin də olanda, sənin problemlərin də olanda, nəsə biri olanda mən hamıdan çox onu hiss edirəm və hətta sənə deməyə belə ürəyim gəlmir. Aysun mənim çox yaralı yerimdir və bilmirəm, mən ona xoşbəxtlik arzulayıram, mən ona yaxşı günlər arzulayıram, mən onun sənətində uğurlar arzulayıram. Keçən dəfə bir verilişə bağlandım və bir verilişdə nə dedim? Dedim, mənim yaşadıklarımı Aysun yaşayır, amma mən şükürlər olsun ki, Fazil Əmiraslanov kimi bir insan mənim qarşıma çıxdı. Mən qadın olaraq xoşbəxtlik nə olan şeydir, onu yaşadım və yaşayıram. Mən niyə buradayam? Rusiyadayam. Çünki bəzi insanlar məni həyatdan bezdirdilər və çıxdım, gəldim bura. Düzdür, gəldiyimə də peşman deyiləm. Amma hara getsən, Azərbaycan başqadır da, öz vətənimin yerini heç nə verə bilməz. Son zamanlar baxıram ki, mənim bütün köhnə infalarım trenddədir. Yəni, hər kəs olaraq videoları çəkirlər, mənə göndərirlər. Çox sağ olun ki, məni unutmursunuz. Mən həmişə sizin yadınızdayam. Yenə sonunda qızım Aysun'a üzümü tuturam. Aysunum, mən səni sevirəm. Bir ana olaraq səni çox istəyirəm. Sən mənim üçün çox dəyərlisən. Mən hər zaman sənin yanındayam. Nə yaxşı ki, sən varsan və səninlə fəxr edirəm. Niyə? Çünki sən ağıllısan, çünki sən savadlısan, çünki sən hər şeyin yerini bilənsən və həyatını artıq özün qurmusan, mənə əziyyət verməmsən sən heç bir zaman. Burada isə istəyirəm nöqtə qoyun danışığıma və yenə də yemək rubrikamız davam edəcək. Görüşmək ümidi ilə sağ olun.